Şey yok. Haydi. Mən elə Niye bilirdim. başlattınız ki? Birazdan baxacaq da imtahana ona görə başlatdım, sonra yadımdan çıxmasın. Tamam. Ee, Məncə imtahan çətin değildi. Mən çalışmışdım ki, biraz imtahanın dizaynını da yaxşı eləyim. Həm sualları həm ingilis, həm Azərbaycan dilində yazmışdım ki, rahat olsun. Əslində Orası indiyə qədər işlədiklərimizdən fərqli bir şey değildi. Xətay demiş Azər, məncə sən danışma, sən çünki yaxşı yazmısan. orada. Aha, o şey var idi. Universitetdə imtahanda həmişə belə o çox oxuyan uşaqlar olur. Həmişə deyirlər Bilmem bilmem. Sağ. yaxşı yaza bilməmişəm. Azərin məsələsi biraz indi o məsələ olub. Orada indi mən göstərəcəm. Azər sənə orada bir şeyi ə, error verdi, mən run elədim. Onu prosta göstərəcəm, görüm özün tapa biləcəksən nəyə görə error verdiyini. Deməli, mən ekranımı bölüşürəm. Tatillə bağlı sualdır. Mhm. Ciddi necə Müəllimə sual? Mənim onsuz da Pythondan çox böyük gözləntim yox idi. Həm biraz qarışıq dövrə düşdü, həm də ki, onsuz da gördüm Python istifadə eləmirik. Hələ ki, gələcək bilmirəm. Bizdə də ona görə biraz da Python motivasiyam öldü. analitikada dipli istifadə olunmur bizim ölkədə. Hə, Data science-lər daha çox istifadə edir, bir də injinerliklər. amma belə E, məlumatım olmağı yaxşıdır. Yenə də indi videolar oradadır, tapşırıqlar oradadır. Nə vaxt Zamanla istəsən, baxacağım. geri dönüb baxa bilərsən. Mən maksimum dərəcədə e, detallı şəkildə izah eləməyə çalışmışam fayllarda da. Yəni nə vaxt atsaz həmişə lazım olacaq. BI ilə SQL ilə Python elədi ki, orada kütləvi şəkildə nəsə dəyişmir də, necə deyim, nəsə ekstra bir yenilik olmur. SQL-də demək olar ki, yenilik yoxdur. Yəni son dövrlərdə də, illərdə ard-arda. Pythonda da uzağı kitabxanada funksiya dəyişə bilər də. Ona görə oradakı materiallar həmişə dəyişməz qalır. Power BI biraz çox update olan bir şeydir. Onda göstərəcəm. Məsələn, mən dünən Power BI-mi yenilədim. E, Yəni orada bayağı bir yeni funksiya var. Mən axırıncı dəfə açandan bura. Ən azı yeniliklər var. O biraz dəyişir çünki Microsoft-un məhsuludur. Necə ki telefondakı e, Samsunglarda nə gedirdi? Android gedirdi də. Necə ki Android dəyişir. E, Power BI-da elə bir şeydir. Funksionallıqları tam olaraq deyil. Prosta yeniliklər tez-tez gəlir. AI məsələn çox sürətli şəkildə kapilotu ora şey eləyiblər. Yəni kapilotu yəqin ki bilirsiniz də. Kapılotda Windows müəyyən şey, notebook'unda var. hə, yəni mənim öz kompüterimdə belə, məndə məsələn bu Mac-dir də, BI mən virtual maşında istifadə edirəm. Orada belə, yəni ən azı o kapilotun şeyi var, qrammatik yazanda sənin üçün düzəldir. Yəni nə desən dəyər də. Bir çox yəni kapilotun özünü falan yenilikləri hamısını BI-yə tətbiq edirlər. BI ona görə vizual toollar içində ən yaxşı toollar siyahısındadır, hətta reytinq olaraq önlərdə olandır. Səhv eləmirəmsə Amerikada əvvəllər daha çox tablo istifadə edirdilər, amma indi BI daha çox üstünlükdür. Bir də məsələn bizim ölkədə BI-yi hər yer istifadə edə bilmir, çünki BI-nin özü cloud versiyadadır ən yaxşısı. Bizim ölkə olaraq cloud istifadə edə bilmədiyimiz üçün Necə yəni başa düşmədim. bizdə Elə bir pulludur da BI-yi şey. hə, pulludan əlavə Premium. cloud pulludan əlavə məsələn tablo özü də pulludur da. Userlər bir user bir dənə deməli writer useri $300 yaxındır bir illiyi. Yəni düşünün bank məsəl üçün biz də indi tablodan çıxdıq da, bank olaraq çıxdıq ümumiyyətlə ancaq data istifadə edəcəklər.
Bir user üçün, yəni təsəvvür eləyin, bir işçi istifadə edəcəyi bir user üçün 300 neçə dollar idi. Bir il Həm lisenziyası. Excel, hə siz Excel istifadə eləmirsiniz də. Yox. Excelləriniz bəs şeydir, Biz, 365 ya. bizdə işdə də Mac-dir. Mac-də bilirsiniz də istifadə eləmək olmur çox da. Köhnə versiya. Yox, ümumiyyətlə 30 ev. Office proqramını olmur istifadə eləmək. Məsəl üçün crack versiyasını Windows-a yükləmək olur da, amma Mac-ə olmur. Bizdə də onlar avtomatik olaraq meylə bağlı, meyllər Outlook-dadır deyə, ona görə hər birimizin lisenziyası var. Yəni lisenziya olmasa sən 365-i istifadə edə bilmirsən, yəni işdəki kompüterdə. Ona görə də o hamısı 365 paketin içindədir deyə onun içindəki PowerPoint-idir, Excel-idir, Word-üdür, Notepad-idir. Onlar hamısı özü elə bil ən son versiyasıdır. Başa düşdüm. O pul məsələsi deyil, prosta cloud versiya var. Bizim ölkə cloud istifadə eləməyə icazəsi yoxdur. Yəni onun səbəbini bilmirəm. Səbəbini E, bilmirəm. Şeydə Onda bizdə bəlkə siz banklarda üzrü sayın. Power BI istifadə eləmirlər, yəni vizuallaşdırmada. baxır kimə? Məsələn, səhv eləmirəmsə, Paşa Bankda Power BI-dır. Onlar prosta onu nə cür istifadə eləyir, onu bilmirəm. Səhv eləmirəmsə, Insurance-da da, VPN-ə gedirlər. bankda da, holdingdə də bir Power BI var. Umiko-da Power BI-dır. Umiko da holdingində axı. Çünki Umiko MS SQL istifadə eləyir source olaraq. Məsələn, biz Oracle SQL istifadə edirik bank olaraq. Yəni bizim bankda. Mən rabitədə işləyəndə də rabitədə Oracle SQL istifadə edirdi. Amma məsələn, Umiko MS SQL-dir. MS SQL də Microsoft-un məhsuludur da, ona görə BI istifadə edə bilirlər. Prosta kiçik yerlər BI-yi niyə istifadə edə bilir? Versiyasını istifadə edə bilirsən də. Onun prosta normal öz versiyası ən yaxşısı Cloud-dadır. Məsələn, bizim öz istifadə etdiyimiz tool Atakama'nın Cloud istifadə olan ölkələrdə versiyaları var. Yəni çox möhtəşəmdir də. Yəni biz oradakı bir çox şeyi başqa cür necə manual eləyə bilərik toolda. Yəni onu başqa cür solutionlarla həll edirik. Amma halbuki Cloud olan ölkələrdə hazır, yəni o Atakama'nın öz funksionallığı var elə. İndi məsələn ən son onun AI agentiki çıxıb. Yəni orada çox möhtəşəm şeylər var da. Yəni governance-dan data quality ilə bağlı tool'un içində. Məsələn bizim istifadə etdiyimiz versiyada yoxdur. O biraz versiya, nə bilim, ölkədə istifadə eləmək olar, olmaz hissələridir. Burada Azər, sənin yazdığın kod burada error verirdi. Mən fikirləşdim ki, bunu sən özün tapa bilərsən. Təxmin edə bilərsən burada niyə error verir? Orders in first quarter count-u şey eləməmişəm. Define eləməmişim ona görə. Nə etməmisən? Define şeydə, yəni onu heç yerdə necə deyim? Variable olaraq təyin eləməmişəm də onu heç yerdə ona görə. Yox, bir də bilirsən, həm o deyil əslində. Xəta isə nəsə fikrin var? Neyim İndi error? baxıram ona. Bax bir dənə erroru oxuyun. Neyim error? Yəni yoxdur. Neyim Hə, erroru Yəni yoxdur. səhv Sən deyir ki, define yazmışam. eləməmisən. Səhv yazmamısan. Bircə dənə şeyi prosta unutmusan. Bax bu şey adını səhv sənin yazıb. yo, adda səhvlik yoxdur. Bax bu ad zaten burada var, görürsən? Sənin DF-in içindədir də, düzdür? Sən burada printin içində kolumu belə çağırmısan. Belə çağıra bilmərsən axı. Hə? Hə, Hə, biz doğrudan. nötər, kvadrat Sən nötər orada lazımdır. bunu əlavə eləməliydin. Belə run eləməliydin, amma mən bu əvvəlini gərə run eləyəm. O nötərizəni silində 2 dənə qaldıq. Bir saniyə, xəta əvvəldən gələk.
Burada Lütfen dedim yəqin mi ki. terzi kaltak? Bir saniyə. Bu mötərizə printin içində F istifadə elədiyi üçündür. He. Burada Göster. sadəcə printin içində belə çağıra bilmərsən də, gərək sən hansı kolumdursa defin içində bazanın datasetin içində onu gərək özünü yazasan. Həm də burada məsəl üçün o elə bilirsən sən yazmısan belə, amma mən sənin əvvəlki variantına qaytarıram da bu variantda. Mən bunu run eləyirəm. Mənə deyir ki, define eləməmisən. Niyə? Çünki bax sən kolumunu gətirmək istəyirsən ki, yəni bunu run eləsin də nəticə olaraq. Amma biz belə çağıra bilmərik axı kolumu. Çağırmaq istəyiriksə, ya gərək əvvəlcədən onu bu adlı bir şeyə define eləməliyik ki, printin içində belə çağıraq. Ya da ki, elə bunun özünü, yəni burada istifadə eləməliyik. İki haldan birini eləməliyik ki, bizdə run olsun. Bunu prosta dedim ki, maraqlı idi ki, belə errora baxanda tapa biləcəksənmi təxmini nədir burdakı problem? Bir də mən sizə bir şey göstərəcəm. Bir dənə onu açım ki, sizə göstərə bilim. Bir yenidən paylaşım. Ha, bu hmm, bunu göstərmir. Bircə saniyə. İndi görürsüz ekranı. Göstərmək istədiyim nədir? Yəni mən sizin imtahanı necə qiymətləndirmişəm? Baxın, hər bir imtahanın əslində sualın orada istifadə elədiyiniz hissələr var idi da. Hansı ki biz nəyi orada hər bir sualın özünün hissələri var idi. Orada məsəl üçün birinci sualda mən yazmışdım ki, datanı oxuyun, frame adlandırın, shape-dən istifadə edin, ilk 8-ni gətirin. Ümumi olaraq, yəni ballandırma hər biri yəni detallıdır da. Axırıncı Ə, sual 20 bal yani. Yox, hamısı 10-dur. 10 baldır. Ə, Sadəcə bu 10 balı 100 bal üzərindən qiymətləndirirəm də. Bunu göndərəcəm sizə. İmtahan nəticələrinizi də göndərəcəm. Ümumi imtahan bircə saniyə. Mən bu Excel-dən çıxım. Qayıdım bura. Deməli xəta sənin cavabından çıxıram. Azərin Kendine cavabından. kesmişim inşallah. Yo, bu zaten keçib keçmə məsələsi deyil. Nəyi necə öyrənmisiniz, harda boşluğunuz var, o məsələdir. Mən sizin hər birinizin öz cavablarını da sizə geri göndərəcəm. Bu imtahanın cavabını da bu formada geri göndərəcəm sizə. Və o Excel faylını da sizinlə geri bölüşəcəm, göndərəcəm. Sadəcə məsələn orada açıb hansı sualda məsələn nəsə bal yoxdursa, məsələn xəta sən yazdığın hər bir şey düz idi. Yəni prosta 5 dənə sualı yazmamışdın. Hə, 6-nı yazmamışdın, sonra 7-ni tam yazmışdın, mükemmel 8-dən. bilmirəm plusdakı praktikam çox az idi. Ona görə axırlarda ümumiyyətlə çox az axsımışdım. Yox, Yəni bu yəni demək istədiyim vizuallaşdırma odur ki, hissəsi. ə, əgər yazdıqların içində çoxlu səhv eləsəydin, onda deyərdim ki, həqiqətən də yəni sənin üçün bunu keçmə doğru sayılmaz da. Amma yazdığın yəni 5 dənənin içində yəni hər bir şeyi düz yazmışdın. Mən orada qeyd etmişdim ki, sualları burada yazın da bu şərtləri şey eləməyin ki, sonra yoxlayanda
İstərsəniz elə daha rahatdır da. Həm də özünüz də nəyisə səhv eləyəndə qayıdıb imtahan sual vərəqinə baxmırsınız da. Burada özünüz baxırsınız ki, sual nə idi, nəyi səhv eləmisiniz. Yəni ona da fikir vermişdin. Adlandırmalarını özün Azərbaycan dilində yazmışdın. Yəni sərgəli yazmışdın demək istədiyim odur. Sadəcə indi biraz, yəni gələcəkdə sənə lazım olanda açıb fayllara, dərslərə yenidən baxsan, demək istədiyim odur ki, 5 dənə deyil də axı. 12 sual yox idi müəllimə. Yes 6'ya qədər yazmışdın. Birini yazmamışdın, sonra birini Yox. yazmışdın. Hə, hə. Ondan Sonra 2 sonrasında dənə düzəltdim. yazmamışdın. Hə, hə, hə. Vüzala səni buraxmışdın, ondan sonra birini yazmışdın, ondan sonrakilarda yazmamışdın. Ee, Sadəcə yəni demək istədiyim odur ki, yazdıqların doğrudur deyə, yəni bu o deməkdir ki, sən əslində baxa bildiyin hissələri qavramısan da. Digərləri vaxt, üst-üstə düşmək və sair ola bilər də. Yəni bu çox normal haldır. Yəni bu imtahanın məqsədi o demək deyil də. Yəni sən keçdin, keçmədin. Bu sadəcə nəyi harda öyrənmisən, necə öyrənmisən onun üçündür. O qiymətləndirmə hissəsini mən ona görə elə yazmışam ki, ora. Onu sizə göndərəcəm. Hansı sualda məsəl üçün yazmamısınızsa, orada hissələr var da, nəyə görə o bir sual bal verilir. Həmin hissələri gələcəkdə təkrarlayanda o fayl sənə daha yaxşı kömək eləyər ki, onu təkrarlaya biləsən. Belə indi yenə bir dənə son olaraq mən bu imtahanın üzərindən keçmək istəyirəm ki, bununla da Python-u tamamilə yekunlaşdırırıq və nəticələrinizi falan hər şeyi də bu gün göndərəcəm sizə. Nə vaxtsa lazım olanda ora baxarsınız, nəsə sualınız olsa yenə geri dönərsiniz. Sizin sabah Aytacla neçənci dərsin suallarına baxacaqsınız? 2 dərsi birləşdirib. Son 13, bizdə 2 dərs. 14'tü yoxsa? Son 2 dərsi birləşdirib baxmışdıq biz. 15 ilə 16. Ki son dərsdə düzdür. Hə, hə. Bir də Son gələn həftədir də ondan dərsiniz düzdür. o gələn həftə deyəndə ki, bu il yay olacaq. Da Yo gələn yo həftə. Aytacla dərsiniz. Mentorla Yəni mən dərsiniz. yəni nə adı deyirsiniz ki, hə də bu həftə sonu bir də ki ondan sonraki həftə bilmirəm də daha indi Yo demək istədiyim çıxacaq nədir? İndi aytacaq. sabahki dərsiniz bazar günü keçməmisiz onun əvəzidir, yoxsa bu həftənin dərsidir? Ee, Yox, bazar günü keçdik biz bu arada. Keçdik bu həftənin. Onda bu həftə sonunun dərsidir də, sabahki düzdür. Bəli, bəli. Ki mən prosta düşünürəm ki, növbəti dəfə sizin dərsiniz olanda mən ona nə deyim ki, siz ondan onu işləyəsiniz ona görə. Bizim indi sabahdır Aytaç xanımla dərsimiz. O da ki, onunla ki Python qurtarır. Hmm. Mentor yəni Pythonla bağlı işimi bitirir sabah. Bir ayı keçib keçməyəcəyi barədə mən də bilmirəm. Yəni sizdən nəsə işləyib işləməyəcəyi barədə. Onu Hə, soruşaram Rəqsinə xanımdan, sizə geri dönərəm. Ə, Buradakı biz indi bir dənə buna ümumi detallı yox, sadəcə üzərindən keçək, nələrə diqqət etməliyik. Son dəfə olaraq buna baxaq və Python-u tamamilə yekunlaşdıraq. Ə, Bir ayı da 6 dərsə keçəcək. Ondan sonra ümumidə layihə işləyəcəksiniz. Bir ayla bağlı bir ay başlayanda detallı deyəcəm nəyi necə keçəcək deyə. Deməli, ə, sizin birincisi sizdə açmayan bu məşhur fayl. Burada yadınızdadır bir dənə bizim circle'ımız var idi. Biz nəyisə analiz edirdiksə, mütləq şəkildə birinci nə edirdik? Datamızı load eləmək. Ən birinci biznes məntiqini də başa düşməliyik. İndi məsələn burada biznes məntiqi yoxdur. Real təcrübədə kimsə sizə nəyisə analiz eləməyə verəndə ilkin olaraq özünüz də oturub başlayırsınız da baxmağa ki,
nələrə fikir verməlisiniz, nə etməlisiniz, bu analizi niyə edirsiniz? Yəni bu analizi niyə edib nə nəticəyə gəlməyi bilmək lazımdır ki, başlayıb məsələn indi mən burada sizə suallar qoymuşam da ki, datanı load eləyin, dataya baxın, gedin datanı cleaning eləyin, deytlərlə işləyin. Bu qərara gəlmək üçün yəni bu qərara gələcəkdə özünüz gələcəksiniz ki, mənim əlimdə hansı datam var və o datamdan mən analiz eləmək üçün mənə hansı mərhələlər lazımdır. Ona görə də ən birinci hissədə həmişə biznes logik dayanır ki, sizdən istəniləni birinci başa düşməlisiniz. Ondan sonra ilk fürsətdə nə edirik? Gedirik, datamızı load eləyirik və həmişə datamızı load eləyəndə müəyyən qədər heç olmasa 5-10 dənə sətrə baxmalıyıq və yaxud da istəsəz heç yəni burada baxmaq rahat deyilsə bu fayldan oxuyuruq da biz bu datanı. O faylın öz içində də yəni daha çoxuna baxa bilərsiniz. Burada da məsələn hiddən şey yazsaz baxa bilərsiniz. Müəyyən bir filtrlər də verə bilərsiniz. Hər hansısa bir date kolumu var, sonra filtr verə bilərsiniz. Məsələn, bu tarixdən böyüdürsə, yəni o tarixlərə baxılsın. Məsələn, country sanca Turkey olan datalara baxmaq istəyirsə, elə filtr edib baxa bilərsiniz. Yəni data ilə tanışdığınız olsun deyə. Ondan sonraki etapda nə edirdik? Gedirdik biz datanı diplo olaraq baxırdıq ki, orada nə qədər null value var, describe edirdik, nə qədər unique value var, data tipləri nədir, bu kimi məlumatlara baxırdıq və ondan sonra gedirdik biz datamızı cleaning eləməyə, hansı ki orada biz null olanları cəmləyirdik, müəyyən qədər orada onlara baxırdıq ki, nə qədərdir, necədir, lazımdırsa cleaning eləyirdik. Date-lə bağlı gəlib baxmağa gələndə isə biz nə edirdik? İlk növbədə date-də unutmurduq ki, biz date-i həmişə to date time-ə çevirməliyik. Çünki biz ona baxanda normalda görürük ki, date-in tipini object olaraq string kimi görürük. Amma onun üzərində əməliyyatlar eləmək üçün biz mütləq şəkildə onu date time-ə çevirməliyik ki, daha sonra biz orada müəyyən qədər ümumiyyətlə görürük ki, biz müəyyən kvartallara bölürük. Kvartallara bölməsək belə ayı çıxardırıq, ili çıxardırıq. Necə ki, SQL-də ekstrakt eləyirdik də. Bunları eləmək üçün normal olaraq bu datanın öz tipi date type almalıdır deyə biz mütləq şəkildə bunlara fikir verməliyik və bunları eləməliyik. Adətən məsələn vizual olaraq göstərilən bütün daşbordlarda falan fikir versəz, yəni internetdə daşbord nümunələrinə belə fikir versəz, orada görəcəksiniz ki, yəni həmişə date-lə olanlar ya ilə görə olur, ya aya görə olur, ya kvartallara görə olur. Yəni nadirən günə görə nəsə olur. Çünki düşünün datada nə qədər gün var, hər günə görə vizual eləsək biz orada nə görərik? Adətən yəni kvartallar, aylar daha məntiqli olur. Çünki analiz eləyəndə sən o görə bilərsən ki, bu ayda məsəl üçün sənin nə qədər artıb azalman var və yaxud da bir hansı kvartalın daha çox gəlir gətirib, həm gəlir gətirməyib, adi işçilərin nə qədər hansı kvartalda daha çox çıxır. Məsələn, şirkətlərdə adətən bir kvartal olur, ya bir ay olur ki, xüsusi də həmin ayda kütləvi şəkildə insanlar işdən çıxır. Bu hər şirkətin başına gələn bir şeydir. Adətən məsəl üçün insanlar bonus alır, sonra işlərini dəyişirlər və yaxud da vəzifə artımı və sair olan dövrlər olur ki, o dövrdə kimlər narazıdırsa, məsəl üçün iş tapır, həmin müddətdə çıxır falan. Bu kimi analizlərdə və sair bizim əlimizdə data ilə işləyirik deyə mütləq şəkildə datamızı çevirməliyik date time-a. Və biz ondan sonra nə edirik? Müəyyən qədər bir əlimizdə olan bir datalarda əgər bir saylar varsa və sair, burada müəyyən qədər oradakı çekli dataları, bizə xoş olmayan dataları remove eləyə bilərik. Hər hansısa bizə bir yeni data lazımdırsa, onu yarada bilərik. Yadınızdadırsa bizim bu həmişə bu data setlərimizdə nə olurdu? Ümumi məbləğ olmurdu, say və qiymət olurdu. Amma onun ümumi bir satışını hesablamaq üçün biz mütləq şəkildə onun revenue-sini hesablayırdıq. Onu hesablaya bilərik. Müəyyən qədər bizim bir conditionlarımız varsa, biz başlayıb bu conditionlarda bizdən hər hansısa bir şərtlər lazımdırsa, filtrlər verə bilərik müəyyən qədər. Ondan sonra əgər biz hər hansısa bir hesablama eləyəcəksə, qruplaşdıra bilərik. Qruplaşdırmaq üçün də nə edirdik? Bizim aggregationımız vardı. Bundan istifadə edə bilərik.
Və vizuallaşdırmağa gələndə də ilk öncə nəyə fikir veririk? Biz nəyi vizuallaşdırırıq? Əlimizdə hansı datalar var və sonra bizim bir siyahımız var idi. Vizualları keçəndə Seaborn-a başlayanda ki, orada detallı mən qeyd eləmişdim ki, hansı vizual çatından daha çox hansı məqsədlə istifadə olunur. Artıq bizim əlimizdə biləndə ki, mən nəyi vizuallaşdırmaq istəyirəm və hansı çat mənə daha belə deyək, daha belə çox gərəklidirsə, önəmlidirsə, onu da vizuallaşdırmaq daha yaxşı çıxarsa, biznes cəhətdən hər anlamda mən o vizualları istifadə edib sintaksindən sadəcə özüm istədiyim kimi gözəllik qata bilərəm ona. Rəngini dəyişə bilirdi, bu hissələrini X labelları, Y labelları əlavə eləyə bilərdi. Bu xəttləri istəsə əlavə eləyə bilərdi, eləməyə bilərdi. Bu artıq yəni sizin vizualı necə göstərmək istədiyinizə bağlıdır da. Ondan sonra burada dataları join eləmək var idi. Bu da yadınızdadırsa biz baxmışdıq ki, merge-lə dataları bir növ necə ki SQL-də biz fərqli cədvəlləri bir-birinə join eləyə bilirdiksə, bunu Python-da da merge eləyə bilərik. Ondan sonra bizim ən gəlir burada məsələn sual verirdi ki, topon müştərini analiz eləmək. Burada da topon müştərini analiz eləmək üçün məntiqən biz nəyisə bir qruplaşdırmalıyıq, ona bir aggregation verməliydik. Burada da müəyyən qədər bir aggregationdan istifadə edə bilirik. Sonra bizdə RFM var idi. RFM yadınızda da nə idi? Biz RFM sayəsində müştəriləri seqmentlərə bölürdük. Və o seqmentlərə görə RFM-in özü nə idi? Biz birinci baxırdıq ki, məsələn, müştəri ən son nə vaxt bizdən alış eləyib. Ə, ən son dediyimiz, məsəl üçün indiki tarixdən ən son elədiyi qədər nə qədər müddət var, bizdən nə qədər alış-veriş edir və bizə nə qədər xeyir verib. Biz bu üç dənəsini tapırdıq. Ondan sonra müştərilərimizi seqmentlərə bölürdük. Seqmentlərə böləndən sonra da ə, artıq bizim üçün daha rahat olurdu ki, müştərilərimizi məsəl üçün kateqoriyalaşdırırıq. Bunun üçün də RFM istifadə edirdik və RFM istifadə edəndə isə vizuallaşdıra da bilərik. Outlierlərdən varsa onları remove eləyə bilərik, çıxarda bilərik və s. Sonra da biz bir ə, datamızı vizuallaşdırandan sonra, seqmentlərə böləndən sonra, hər işimizi görəndən sonra müəyyən bir insightlar çıxarda bilərik. Artıq bu insightları çıxartmaq üçün də biz müəyyən qədər, məsələn, mən burada şeylər eləmişəm ki, ümumi revenue nə qədərdir, kateqoriya üzrə top revenue nə qədərdir. Bu əlimdəki məlumatlardan sonra mən artıq müəyyən qədər bir insightlar çıxarda bilirəm və bu insightları çıxarda bilməyim üçün də mənim mütləq şəkildə datanı daha yaxşı tanımam lazımdır, daha yaxşı cleaning eləmək, daha yaxşı filtr eləməyim lazımdır. Bunlara mütləq şəkildə, dipli şəkildə fikir vermək lazımdır. Bununla da bizim bu Pythonımız bitir, Python imtahanımız da bitdi. İndi mən bunu bağlayacağam, açacağım, biz BI-yə başlayacağıq. Orada deyəcəm ki, BI necə keçəcək, nələr olacaq və s. Mən bunu söndürürəm. Uşaqlar 10 dəqiqə sonra atacağım, BI-yə başlayacaq. Aha, yaxşı. Tamam.